Bugün 44 günlük Vətən müharibəsi şəhidlərindən biri olan Ağacavad Mütəllimzadənin anım mərasimidir. Bakının Maşdağı qəsəbəsində Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Ağacavad Mütəllimzadənin anım gününə həsr olunmuş tədbir keçirilib. Onu anmaq üçün şəhidimizi yaxından tanıyan, tanımayan, şəhid adının ağırlığını duyan hər kəs bir araya toplanmışdı. Tədbirdə öncə şəhidin xatirəsi məzarı önündə anılıb. Anım tədbiri Maşdağı Mədəniyyət Evində davam etdirilib. Tədbir Respublikamızın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Daha sonra Ağacavad Mütəllimzadənin qəhrəmanlığını əks etdirən video çarx nümayiş olunub və onun haqqında xatirələr söylənilib. Tədbirdə şəhid anaları, qazilər, məktəb şagirdləri və müəllimlər iştirak ediblər. Məktəblilər şəhid analarına suallar ünvanlayıb. Balaca vətənpərvərlər yurt sevgisi ilə dolu şeirlər səsləndirib, mahnılar oxuyublar. Sonda isə məxsusi olaraq Ağacavad Mütəllimzadəyə həsr edilmiş mahnı ifa edilib. Siper olanım, eğilmez demirim, sınmaz poladım, arzusu dileği nakam solanım. Dilimin laylası Ağacavadım, sinesi düşmene siper olanım. Eğilmez demirim, sınmaz poladım, arzusu dileği nakam solanım. Dilimin laylası Ağacavadım. Anım gününü bəli, fərqli eləməyi düşündüm. Çünki bu günlər elə günlərimizdir ki, tək Ağacavada həsr eləmək olmaz. Nəyə görə? Çünki bizim bu günlər çox oğullar itirdik. Çox analarımız gözü yaşlı qaldı. Ona görə düşündüm ki, bu 5 ildə analarımızın bəlkə də ürəyi doludur danışmağa. Fərqlilik ona görə oldu ki, analarımız ürəyi doludur, qoyurlar öz ürəklərini boşalsın bu günlər. Çünki artıq 5 ildir. 5 il keçməsinə baxmayaraq, inandırmışsın ki, mən elə o günlərdə qalmışam. 5 il deyəndə özümə də qəribə gəlir. Çünki mən hələ də o günlərdəyəm. O günlərin ağrısında, acısındayıq. Çox çətindir, danışmaq çox çətindir. Bir yerdə Ağacavadla döyüşmüşük. Onun qəhrəmanlıqlarına şahidəm. Necə döyüşçü olmağına şahidəm mən. Necə ki, Ağacavad şəhid olarkən, haqq dünyasına qovuşarkən bizim qəlbimizdən də bir parça apardı getdi. Çünki o bizim çox cəsur döyüşçümüz idi. Mənim indiyə kimi üstündən illərdir keçsə, indiyə kimi yadımdadır ki, döyüşə necə həvəslə atılırdı, döyüşə necə girmək istəyirdi. Yəni hər dəfə döyüş əməliyyatları olanda könüllü surətdə necə qabağa çıxıb hər dəfə özünü öncəlgələrdə görürdü. Ağacavad da şəhid olarkən döyüş yoldaşlarının yardımına tələsərkən, daha doğrusu şəhadətə ucaldı. Allah şəhidlərə qən-qənə rəhmət eləsin. Ağacavadsız keçən hər il, hər ay, hər gün bizim üçün çox çətindir. 5 il olmağına baxmayaraq biz yenə də Ağacavadsız yaşamağa hələ də öyrəşə bilməmişik. Hər gün Ağacavadın yoxluğu yanımızda hiss olunur. Bundan bu yana da bir neçə il yaşasaq, yenə də Ağacavadın yoxluğunu özümüzdən hiss edəcəyik. Azərbaycan ordusunun əskəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 22-sində Xocavənd döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ağacavad Mütəllimzadə ölümündən sonra Vətən uğrunda cəsur döyüşçü Xocavəndin və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib. Şəhidin xatirəsinə Gün TV Media Qrup tərəfindən Hinal Qartalı bədii sənədli film çəkilib. Ülviyə Orucova, Nizami Cənnətov.